Prezident İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək qələbə paradına qatılmayacaq. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. APA'nın məlumatına görə isə prezidentin Moskva səfərini ləğv etməsinə səbəb olan bəzi amillər var. Belə ki, Azalın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb. Bu hadisədə günahı olanlar məsuliyyətə cəlb olunmayıb. Bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib. Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azərbaycanovun Rusiyaya girişinə qadağa qoyulub. O, Moskva aeroportunda saxlanılaraq deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılan hər hansı açıqlama verməyib. Prezident İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək qələbə paradına qatılmayacaq. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. APA'nın məlumatına görə isə prezidentin Moskva səfərini ləğv etməsinə səbəb olan bəzi amillər var. Belə ki, Azalın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb. Bu hadisədə günahı olanlar məsuliyyətə cəlb olunmayıb. Bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib. Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azərbaycanovun Rusiyaya girişinə qadağa qoyulub. O, Moskva aeroportunda saxlanılaraq deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılan hər hansı açıqlama verməyib.